sualla rastlaşıram. Astigmatizm və keratokonus eyni şeydirmi? Astigmatizm nədir? Bu buynuz qışanın forması yumru deyil. Buynuz qışanın forması da yumurta təhərdir. Yəni ki, daha uzanmışdır. Onda insan zəif başlayır görməyə. Amma astigmatizm anadan gəlmə də ola bilər. Keratokonusda isə astigmatizm əmələ gəlir və getdikcə zəifləyir. Anadan gəlmə olanda zəifləmə necə var qalır. Amma keratokonusda başlayır zəifləməyə və getdikcə dəyişir. Bu da nəyə görə? Həmin burada liflər var. Bu liflər çox incədir. Nəzikləşir. Buynuz qışa başlayır qabağa gəlməyə. Yəni ki, konusvari vəziyyətə gəlib çıxır. Burada isə belə bir şey baş verirsə, vaxtında siz əgər həkimin yanına getsəz, həm bunu erkən mərhələdə tuta biləcək və müalicə edə biləcək və görmə də itməyəcək. Əgər gecdirsə, artıq görmə başlayıb zəifləməyə, onda əlbəttə ki, bu hallarda həkim sizə baxır, keratokonus hansı dərəcəyə gəlib çatıb. Onu dayandıra bilər. Biz onu hal-hazırda 95-97% insanlarda tam dayandıra bilərik. O da inkişaf eləməz. Və zəif görürsə, onda artıq bir neçə üsullar var. Görməyə bir az təsir eləsə də əsl funksiyası odur ki, bunu bərkitsin. Cross xaç deməkdir də. Yəni ki, bu gözün içində liflər var, buynuz qışada. Crosslinking olanda o belə olurlar. Əgər gördünüzsə, görməyiniz başlayıb zəifləməyə, bu adətən cavanlara şamil olunur. Yəni ki, 10, 15, 20, 30 yaşlı insanlara. Onda mütləq həkimə müraciət edin, diaqnoz qoyub müalicənizi həyata keçirə biləcək.